Salam aleykum gözəl insanlar, hər birinizi salamlayıram. Bu günləri inşallah mən gəlmişəm fan servisdə hibrid sisteminin antifrizini dəyişməyə ki, bunu bir çox sürücülərimiz elə içimən qarışıq, bunu dəyişmirik. Amma məhz bu səbəbə görə də bizim inverterin pompası sıradan çıxır. Yəni biz həmişə çox vaxt mühərrikin antifrizini dəyişirik vaxtında, amma hibrid sistemin antifrizini biz çox vaxt unuduruq. Elə məndə də o vaxtı hibrid sisteminin pompası sıradan çıxmağımın hələ səbəbi məhz bu idi. Ona görə də gəlmişik onu dəyişməyə. Deməli, mühərrikə təxminən kitabçasında yazıldığı məlumatları deyirəm, 8 litr 600 qrama qədər antifriz gedir mühərrikə. Amma biz təbii ki, orada sistemdə qalır deyənə falan 5 litr doldururuq da çox vaxtı. Hibrid sistemdə isə bizdə kitabçada yazılıb 2 litr yarım, amma orada sistemdə qalır falan. Ona görə təxminən 2 litrə yaxın antifriz gedəcək. Fan servisində təklif elədiyi məhsullar da var. Mən hal-hazırda istifadə eləyəcəm bu Almaniyanın təmiz Svag şirkətinin məhsulları olan bu antifrizdən istifadə eləyəcəm ki, C12-dir və artıq istifadə üçün yararlıdır. Yəni bunu artıq su ilə falan qarışdırmağa ehtiyac yoxdur. Birbaşa tökəcəyik. Bu təbii ki, bahalıdır, qiymətləri sonunda bildirəcəm. Amma aşağı büdcə sinifi üçün ucuzlu antifrizdən də istifadə edirlər ki, bundan da Nord Streamdən də istifadə edə bilərsiniz. Bunun da təbii ki, qiymətlərini sonunda mən bildirəcəm. Korobkadan deməli çıxan antifriz əslində elə də püskündə deyil idi, amma dediyim kimi 3 il və yaxud da 60 kilometrdən bir, yəni hansı daha tez çatsa dəyişməyə tövsiyə olunur. İçindən çıxan antifrizi görürsünüz. Hal-hazırda da artıq yeni antifrizi əlavə eləyirik. Təxminən 2 litrə yaxın falan getməlidir. Belə. Əlavə olaraq qeyd edeyim ki, burada hal-hazırda kampaniya var. Ayın sonuna kimi bu nasoslarla da belə deyim təmizləndi. İçində olan bütün nə qədər zirzibillər var, hamısı çıxır. 35 manata antifriz olardan, ustapulu olardan, zəhmət haqqı falan hamısı bir yerdə bu sistemlə siz təmizlətdirə bilərsiniz və onun hesabına da mühərrikiniz daha yaxşı tez qızır və salona da istiliyi daha yaxşı verəcək. Yəni din məlumatınız olsun. Fan servisdə yerləşir bizdə 3-cü mikrorayon dairəsinə yaxın yerdə. Hal-hazırda yolda görürsünüz. Premium hospital var, premium klinik var. Düz onun arxasındadır. Veyzdə yazsaz 12 saylı klinika, uşaq poliklinikası yazsaz düz gəlir onunla üzbəyizdir. Gəlib burada rahat işi görə bilərsiniz. Əlaqə nömrələrini də aşağıda görürsünüz hal-hazırda. Zəng vurdunuz. Bez problem, mənim adımdan da yaxınlaşa bilərsiniz. Bilin ki, burada sizi düzgün maşınınıza diaqnoz qoyacaqlar. Yer yeni açıldığına görə hal-hazırda burada gördüyünüz kimi o qədər də çox növbə falan yoxdur. Hal-hazırda da bizə ən çox vacib olan nədir? Vaxt. Yəni, gələndə insanlar az vaxt sərf eləmək istəyirlər ki, tez maşınları düzəlsin, çıxsın, geçsin burada. Həmin o yerdə buradır. Fan servisdə həm orijinal, həm də padarjinal mallarda siz əldə edə bilərsiniz. Hələ bax bu sveçalardan, misal üçün bunlar orijinal idi. Yadınızdadsa mən öz avtomobilimə də bundan istifadə eləmişəm. Burada siz əldə edə bilərsiniz. Burada 4 dənəsi 90 manatdır. Bu padarjinal sveçaların 4 dənəsi isə 25 manatdır. Fərq böyükdür. Amma yenə də siz öz büdcəvizə uyğun tənzimləyə bilərsiniz. Hansı sizə münasibdirsə onu da əldə edə bilərsiniz. Mənim adımla yaxınlaşanlara maksimum dərəcədə çalışacaqlar ki, endirimlərdən də eləsinlər. Sadəcə olaraq yaxınlaşanda mütləq şəkildə demək lazımdır ki, Orxan videosundan gəlmişəm. Deməli dostlar, burada ehtiyat hissələri yalnız əldə olan ehtiyat hissələrdir. Hansı ki, ən çox belə deyim satılanlardır. Nə gözümə sataşdı? Burada misal üçün hətta təkərin datçıqına kimi var. Deyim məlumatınız olsun. Bunu da çox adamlar axtarırdı məndə ki, burada 25 manat olmalı. Bütün qranatlardır, amortizatorlardır. Həm zəif, həm belə deyim yaxşı mallarla var. Sonra linklər falan hər bir şey var. Hətta kobalt üçün mallar da var. Otskuza üçün kobalt. Sonra filtr üçün mallarları var. Ehtiyat səsi baxımından nə istəyirsiniz, hazır əllərinin altında var. Daha gedib hardansa alım falan elə şeylər yoxdur. Qiymətləri ilə bir-bir üstündən keçmirəm. Çünki artıq istəsəz əlaqə nömrələrini bilirsiniz, özlərinə əlaqə saxlayırsınız və soruşursunuz, amma bütün ehtiyat hissələri var. Dostlar, deməli gəldik, çıxdıq indi əsas məsələ qiymət məsələsinə. Qiymət məsələsində əzizlərim, hibrid sisteminin
2 litr antifrizlə ustapulu qarışıq. 2 brend bayaqları videonun əvvəlində adlarını çəkdim də. Biri Swag, hansını ki mən öz maşınıma hansı antifrizlə dəyişdim. Həmin o Swag-dır, hansı ki təmiz Almaniya brendidir. Keyfiyyətli maldır, belə deyim. O 53 manata dəyişməyinə sadəcə olaraq 1 litr də əlavə sizdə qalacaq. Nəyə görə? Çünki ona litr yarımlıq qablarda yerləşir də, bildiniz necə? Litr yarım, 3 litr eləyir. Bura isə gördüyünüz kimi hibrid sistemdə 2 litr getdi. Ona görə 1 litr sizə qalacaq və ümumilikdə 53 manat pulu eləyəcək. Usta pulu bir yerdə. Nord Stream-də hansı ki ucuz variantı sayılan, ona usta pulu ilə bir yerdə 30 manat. Orada artıq sizə əlavə heç nə qalmayacaq. Keçirik ikinci məsələ, yəni radiatorun, mühərriyin 5 litr antifrizlə ustapılı dəyişməyə. Onun da məlumatını verim. Yəni videoda bildiyiniz kimi o kampaniya adı çəkdim. Ona görə həmin o kampaniya hələlik ki bura qeyd edirəm. Qiymət qalxanda orada çox fərq eləməyəcək. Yəni 5 manat, 10 manat qalxacaq da maksimum. Yəni Nord Stream-lə siz dəyişsəz 5 litr antifrizlə ustapılı ilə bir yerdə 35 manat eləyir. Swag-la isə bu qiymət 91 manat eləyir. 1 litr də əlavə qalacaq. Yəni də litr yarım, 3 litr eləyir. 4 dənə qablaşma alırsınız, 6 litr eləyir, amma maşına 5 litr gedəcək, 1 litr əlavə sizdə qalacaq. Və ustaplı ilə bir yerdə bu 91 manat eləyir. Belə, ümumilikdə mənim fikrimi soruşsaz, yəni Orxan sən nə məsləhət görərsən, açıq deyim, mənim üçün hibrid sistemi daha önəmlidir. Nəyə görə? Çünki fikir vermişsinizsə, hibrid sistemində deməli bizdə inverterin pompası sıradan çıxa bilir tez-tez. Ona görə də hətta mənim maşınımda da sıradan çıxıb. Ona görə mən bu sistemi, yəni yolda qalmamaq üçün falan belə şeylər olmamaq üçün bəli, bunu bahalı antifrizlə dəyişdim və sizə də tövsiyə edirəm bahalı antifrizlə dəyişəsiniz və videoda qeyd etdiyim kimi o 3 il və yaxud 60 min kilometrə keçməmək şərti ilə. Bunu həmən sizə məsləhət görürəm. Radiatorun, mühərriyin, yəni bahalı və ucuzluğu ilə dəyişməyini desəz, mən bir dəfə bahalı ilə dəyişmişəm, bir dəfə ucuzluğu ilə dəyişmişəm sözünüzü. Mənə elə gəlir ki, burada əsas məsələ nədir? O sizin büdcəvizə baxır artıq. Təbii ki, imkan varsa bahalı ilə dəyişmək məsləhətdir. Yox, imkanınız yoxdursa, vaxtında dəyişməyə məsləhət görəm ki, onu siz eləyə bilərsiniz. Çünki orada bizdə nə baş verə bilir ki, mən heç vaxt belə şeylə rastlaşmamışam. Deməli, radiatorda tıxanmalar baş verir və istiliyi biz yaxşı ala bilmirik və yaxud da ki, bir tərəf isti verir, bir tərəf soyuq verir. Belə şeylərlə rastlaşa bilirsiniz. Yolda qalma ehtimalımız bəli sıfıra bərabərdir ki, əsas məsələ patrovkalar zətdə partlamasa inşallah ki, sizdə də elə şey olmaz. Amma qalan istilik məsələsində belə deyim də problemlər yaşayırsınız. Onu da bu həmin aparatla yuduzdurub çox vaxt açdırmaq olur. Orada prosta qiymət fərqi həqiqətən də çox böyükdür. Ona görə mən yenə deyirəm büdcə məsələsinə gəlir. Yəni imkan varsa Swag-la, yoxdursa Nord Stream-lə dəyişin. Amma vaxtı keçməmək şərtinə eyni qaydada, o da 3 il və yaxud da ki 60 min kilometrdən bir. Belə əzizlərim, qiymətlərlə sizi tanış edeyim. Əlavə nəsə sualınız qalsa fan servisinə özü ilə əlaqə saxlaya bilərsiniz və yaxud da burada kommentdə yazın. İmkan daxilində cavablandırılacaq bütün suallarınız. Bu qədər. Ümid edirəm ki, video xoşunuza gəldi. Videonu bəyəndinizsə like etməyi unutmayın. İnşallah növbəti videolarda görüşərik. Sizinlə mən yenə Orxan idim. Allah hamının hal ruhsuna bol eləsin. Sağ olun, salamat qalın. Monşlar bırak. Prosta koşuram ama problem yoktu. Koşar.